Deməli, hazırki dərsimiz sütunlu bölmə dərsidir. Bu bölmə növünə sütunlu bölmə, çubuqlu bölmə, budaqlı bölmə adlarını da deyirlər. Amma hazırki kitabımızda qayda ilə sütunlu bölmə qaydasıdır. Deməli, bu sütunlu bölmə necə formadadır? Məsələn, gəl buradan 36 ədədini götürək lap ən rahatı ilə. 36 ədədini gəl bölək 3-ə. Hər zaman bizim qaydamızda bu hissənin adı olacaq bölünən. Biz bilirik ki, bölmənin komponentləri nədir Südabəm? Bölünən qismət. Bölünən bölən qismət. Aferin. Düz dedin, yerlərini qarışdırdın. Deməli, mənim birinci tərəfim, bax, bura olacaq nə? Bölünən. Buranın adı bölünən. Hər zaman, bax, bunların qayda daha, hər zaman bu tərəfə biz bölünən deyəcəyik. Bu tərəfimizin adı olacaq bölən. Bölən. Aşağı tərəfdə qismət. Sağ ol. Buranın da adı olacaq qismət. Birinci sxemini qurduq biz. Sütunlu bölmənin qəşəng şəkildə sütununu qurduq. Bölünən, bölən və qismət. Biz bunu buna bölüb cavabını buradan yazacağıq. Hər zaman bu qayda belə davam edəcək. İndi baxaq görək, bunu necə böləcəyik biz buradan. Hər zaman soldan sağa doğru rəqəmlərinə bir-bir baxaraq bölmə əməlini eləyəcəyik. Məsələn, mən baxıram ki, burada solda birinci 3 gəlir. 3 də rahat şəkildə 3-ə bölünür. 3 3-ə bölünəndə neçə edir qızım? 1. Aparıb qismət yerində heç nə yazma, zəhmət olmasa izahı tam verim, sonra müzakirəmizdə yazacaqsan zaten. Başqa misal verəcəm sənə. 3-ü 3-ə bölüb hər zaman qismət yerində cavabımızı yazacağıq. Və təzdən bu 3 3-ə tam bölündüyünə görə, 1 alındığına görə yenidən bu qisməti altında bölünür 3-ə, orada 2-yə hələ tələsmirik. Qaydanı düz deyirsən. Amma ki, axı bu tam bölündüyünə görə burada qalıq qalmadığının sübutunu da eləməliyik. Bax, bu hissəndə biz qalıq olub olmadığını bu tərəfində biləcəyik. İndi necə biləcəyik, onu da izahını edeyim. Təzdən bu burada qismət, bax, bizim qaydamız var idi ki, məchul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazım idi, düzdürmü? İndi həmin o qisməti, yəni 1-i 3-ə vuraq, görək tam bölündüyünü göstərək. 3, sağ ol. Həmin buradakı 3-dən də buradan aldığımız 3-ü tam çıxaq ki, qalıq qalmadığını sübut eləyək. Ola bilər ki, başqa misalda orada qalıq da qala bilsin, ha? Onu tapmaq üçün, yəni 3-ün içində neçə dəfə var idi, onu tapmaq üçün biz buradan elədik bu hissəni. Və qalığı da gördük ki, 0-dır. Bunu mütləq yazmalıyıq. Bax, bunu mütləq yazmalıyıq ki, qalıq qalıb qalmadığını tam şəkildə analiz eləyək misalımızda. Daha sonra, 0 qaldı. Bu 6-nı da düşürtdük aşağı. Sənin dediyin qayda artıq bax buradan tətbiq olunmalıdır. 6-nı da 3-ə böləndə neçə eləyirdi? 2. Aparıb 2-ni yazarıq. Təzdən bu 2-ni yenidən 3-ə vurarıq. Hər birini təzdən vurub qalıq qalıb qalmadığını da sübut eləməliyik axı özümüzə. 3-ü də 2-yə vuranda həqiqətən 6 elədiyini görürük. Bu 6-dan da həmin o buradan aldığımız 6-nı çıxırıq ki, qalığın 0 olduğunu görmüş olaq. Deməli 36-nı 3-ə böləndə sütunlu bölmə ilə də sübut elədik ki, 12 eləyir. Məsələn 45 bölünsün 3. Bu dəfə 45-i 3-ə böləcəyik. Mən baxıram ki, 4-ü 3-ə bölə bilmirəm birbaşa. Amma ki, 4-ün içində 3 var axı. O zaman neyinirəm? 4-ün içində 3 neçə dəfədir qızım? Onu düşünürəm. 4-ün içində 3 neçə dəfədir? Neçə? 1 dəfə. Bəli, qismətdə təzdən o 1-i aparıb yazıram. Yenidən 1-i 3-ə vururam ki, görün bu 4-ün içindəki hansı ədəd eləmişdi? Bu cavabımıza uyğun idi. 1-i 3-ə vuranda 3 eləyir. Həmin bu 4-dən bu 3-ü çıxaram ki, dəqiq bölündüyünü göstərim. 4-dən 3-ü çıxaram. 4-dən 3-ü içini bir yazdım. Burada niyə bəs? Burada yanında 2 olduğu üçün 3 çıxdı. Yox, yanında 3 yox. Qalıq qalmır. Burada qalıq qalır. 1 qalıq qalacaq. Bu 5-i də düşürdəcək yanına. Sağ ol. 5-i də düşürdük yanına 15. İndi baxırıq 15-in içində 3 neçə dəfədir? Onu düşünürük. 5. 5 dəfə. Sağ ol. Tam da bölündüyünə görə 5-i də 3-ə təzdən vururuq. 15 tam bölündüyünə görə 15-dən də 15-imizi çıxırıq. Qalığımız da 0 qalır. İndi bir dənə də düşünək, Südabəm. Ümumiləşdirmə eləyək. Hər zaman hər bir rəqəmi, tapdığımız rəqəmi mütləq bölənimizə vurmalıyıq ki, burada qalıq olub olmadığını sübutunu eləyək. Yaxşımı? Bax, bu bizim standart qaydamızdır. Anladıq mı tam? Sağ ol. İndi birini də verəcəm sənə. 96 bölünsün 4 ədədini verək. Baxaq. Nə edirik? 9-un içində 4, 2 dəfədir. Yəni, ona görə buraya gəl. Bu 6 qismətə 2 yazacaq. Sonra orada 4 var. 96-dan 4 çıxıyor. 4 yox. Nə edirik? Qisməti bölənə vururuq. 2-ni 4-ə vuranda neçə edirdi? 8. Həmin bu 9-dan bu dəfə 8-in çıxacaq. Axı dedim, hər bir rəqəmi, tapdığımız hər bir rəqəmi, qisməti bölənə vurmaq lazımdır. Bu standart qayda. 4-ə vururuq 2. O da 8 eləyir. 9-dan 2 çıxanda eləyir 88. Yox, 9-dan 8 çıxanda. Bu 6-nı gətirir. O 6-nı gətirir aşağı. 4 çıxırıq oradan 16-nı. Orada eləyəcək. Dayan, 16-nı çıxmırıq. Artıq burada stabil bir, artıq bu 16-nı 4-ə böləcəyik.
16'nı da öldürəcəyik burada. 4 olacaq, 24 var. Amma bunu həqiqətən də deyək, yoxlamaq üçün 16'dan çıxıb 16'nı Ayşə, ödəyəcəyik. niyə? 4-ü də 4-ə vuranda axı 16 eləyirdi. Qalıb qalmadığında sübutunu eləməliyik. 16-dan da 16-nı çıxanda 0 qalır. Anladıq mı tam? Tamam. İndi birini də eləyəcəksən qızım. Birini də tam eləyəcəksən, tam möhkəmlənəcək. 84 bölünsün 2-yə. Aha, buyur. Yox, bu dəfə 6-ya bölək. 6-ya bölək. Hə. Burada 8'in içinde 6 sadece bir tane değil. Ona göre de bunun aşağısına bir tane bir yazılır. Sonra o birinin altını vurur. Ay, Aha. altı aşağı 6 yazılır da. 84'ten 6 çıkır. 8-dən 6 çıxırıq. 8-dən 6. O da eləyir 2. Sonra 4'ü gətirir. Aha. Sonra 4'ten 6'nı vurur. O da 24 eləyir. Aha. Qismətə 4'ü yazırıq, tələsmə. 24-dən də 24'ü tam çıxdıq. 0 qaldı. Çünki zaten de altına vuranda 24 eləyirsə 24'dən də 24 çıxır 0 alacaq. Balıqda qalır. Asıl cavabımda neçə olmuşdu? 14. Asıl. Başa düşdük. Baxın, benim hakikaten. Bəli. İndi 3 rəqəmlilərdə eləyək. Diqqətlə göstərək. 64 bölünsün, məsələn 3. Özüm belə bir ədəd qoydum ki, bu ədəd deməli bölünə bilmir tam. İndi baxaq həmin qayda ilə eləyirik. Nə edirik? Soldan sağa doğru gedirik. 9 eləyir. Yəni o da 53. Sağ ol. Sonra nə edirik? Sonra nə edirik? Sonra nə çıxdı? 3 çıxdı. 3-ü 3-ə vurmayaq. Axı 3 vurmayaq. vurup 9 eləyir. Məncə 9-dan da 9-a çıxmırıq. 0. Altını düşürdük aşağıya. sonra 6'nı 4'ü düşünməyəcək. Yox, 1-1. Hər birini 1-1 düşürdəcəyik. Heç bir ədədi 2 dənə birdən düşürtmürük. Necə düşürdərik? O zaman buradakı ədəd ümumiyyətlə bölünə bilməsin. Bölünə bilməsə o zaman düşürdəcəyik. İndi onun üçün də bir rəqəm yazdıracağam sənə. İndi 6 bölünə bildiyinə görə 6-nın içində 3 neçə dəfə var? Onu eləyirik. 6'nın içində neçə? 3 neçə dəfədir? 2. Qismətə aparıb 2-ni yazarıq. 6-dan da 6 tam bölündüyünə görə çıxarıq. Qaldı burada da 0. Sonra gətirərik bu 0-ın yanına 4-ü. İndi 4 3-ə necə bölünür? 4 bölünə bilirmi 3-ə tam? Xeyr. Bölünə bilmir. O zaman nə deyirik? 4-ün içində 3 neçə dəfədirsə, onu aparıb qismətdə yazacağıq. 4-ün içində 3 neçə dəfədir qızım? 1 dəfə. Qismətdən aparıb 1-i yazarıq. Bu dəfə 3-ü 1-ə vurarıq. Necə? 2. 6-nı 3-ə böləndə 2 eləməmişdi. Sonra həmin bu 4-ün içində də 3 bir dəfədir deyə 3-ü də təzədən 1-ə vurub 3 eləmir. 4-dən də həmin o 3-ü çıxacağıq. Qaldı nə? Qalıq 1. Artıq bu qaydada qalıqlı bölməyə əsaslanan qayda ilə olmuş oldu. Bax, bəzən uşaqlar yorulurlar, deyirlər, ay müəllim, mütləqdir onu yazmaq oradan. Bəli, mütləqdir. Niyə? Dəqiq tam bölündüyünü, qalıqla bölündüyünü bilmək üçün bu üsulun hamısını bax buradan yazmalıyıq. Oldu mu Südabəm? Qısa konkret heç nə eləmirik. Gözümüz hamısını görsün deyə bir-bir yazırıq. Tam anladıq mı? Bəli. Əla. İndi bir dənə də qaydanın izahını verəcəm sənə. Eyni bayaqçı qayda ilə gedirik. Soldan sağa doğru başlayırıq hesablamağa. 7-nin içində 4 neçə dəfədir? 7-nin içində 4 bir dəfədir. Afərin sənə. Təzədən 1-i 4-ə vuraram. Neçə eləyirdi? Ona görə də ora çıxacaq 7-dən, o eləyəcək 3. Sonra 2 aşağı düşürdəcək. Sağ ol. 32. Aha, 32. 32-ni bu dəfə bölürük 4-ə. 32 4-ə bölünəndə. 8. Orada 6-na 8 yazırıq. Sonra 4 yazırıq. Aha. 8. 32-dən də 32-ni tam çıxırıq 0. Buradan gətiririk 4-ə. 4-də 4-ə tam bölündüyünə görə 1 düşür. Aha, yox. Yine qayda ilə gedir. 6 6-ya bölünəndə neçə eləyirdi? 1. 6-dan 6-nı çıxarıq. Çünki 6-nı 1-ə vuranda 6 eləyir axı. 0. Sonra 2-ni düşürdük bura. Hə, istədiyim misal qaydası bu idi. 2-ni mən 6-ya bölə bilmədiyimə görə, 2 6-ya bölünmədiyinə görə mən anında qismətimə 0 yazıram. Niyə? Hansı ədəd buradakı ədəd bölünə bilmirsə, anında qismətə 0 yazılmalıdır ki, növbəti rəqəmini gətirə bilək. Necə gözəlim? Yəni orada 0 7 yazırıq. Yox, 0 7 yazmırıq. 0-ın yazırıq bura. Sonra həmin buradakı 7-ni də bura düşürdürük. Heç vaxt buradakı rəqəmləri bu tərəfə yaza bilmərik. Yalnız bu rəqəmlər üzü aşağı istiqamətdə gedə bilər, o da ki uyğun mərhələləri ilə. 27-ni 6-ya bölək, 27 6-ya qalıqla bölünəcək. 27-nin içində 6 neçə dəfədir qızım? 6. Aha. 27-nin içində 6 neçə dəfədir? 6-nı neçəyə vursaq? 27-nin içindəki bir rəqəm eləyərik, ədəd eləyərik. 4. Aparıb qismətə 4-ü yazarıq. 4-ü də 6-ya vuranda 24 eləmişdir. 27-dən də 24-ünü çıxarıq, 3 qalar. Qalıqlı tapdıqla oldu. Ədəd 104, qalıqda 3-dür. Tam anladıq mı gözəlim? Əla.